Çempionlar Liqasının qrup mərhələsindən danışırıqsa, yəni Qarabağ hətta hər mövqeyə bir yaxşı futbolçu gətsə belə, yəni çətin olacaq. Zaten əgər gedib oynadığı komandalar ilk beşlik ölkələr olur adətən, büdcə olaraq, səviyyə olaraq komanda geri qalır. Biz daxili çempionatdakı nəticələrə görə yox, ötən mövsüm komanda Avrokuboklardakı oyunlarına baxası olsaq, çünki Avrokuboklara görə qiymət versək daha yaxşı olar. Çünki bugün daxili çempionatda biz Nəriman Axundzadə, Musa Qurbanlı ilə belə rahat çempion ola bildiyini görürük, qolları sıraladığını görürük. Bugün Qarabağ hücum xəttində təkcə Sivruzda nəzərdə tutmuram, həm də Vinger olaraq bugün Zubir artıq o yaş deyil, əvvəlki illərini biz görürük ki, kölgəsində qalır, sürət o deyil, düşüncə o deyil və rəqiblər də artıq analiz ediblər. Bizim sürətli vingerlərə də ehtiyacımız var və xüsusilə müdafiə xəttini mən deyərdim. Ötən mövsüm daha çox hücum xətti ilə danışırdıq və müdafiə xətti sanki kölgədə qalırdı. Qarabağ müdafiə xəttində ciddi səhvlər vardı, ciddi xətalar vardı. Daha çox biz qapı mövqeyini düşünürdük, amma o müdafiənin mərkəzində onun stoperin ciddi xətaları vardı ki, sonda Qarabağ çox ucuz qollar buraxırdı qapısında. Bir dönəm kün zərbələri Qarabağ üçün bir bəlaya çevrilmişdi. Hətta ardıcıl 4-5 qol. Bu da təbii ki, İkinci mərtəbədə komandanın axsamasından xəbər verən önəmli faktor, artıq izaha ehtiyac qalmır. Qurban Qurbanovun da açıqlaması oldu. Düşünürəm ki, tək müdafiə hücum xətti yox, hər mövqeyə düşünür ki, ən azı bir daha yaxşı futbolçu, heyətə güc qata biləcək futbolçu dəvət olunsun. Çünki son transferlərin bəziləri özünü doğrultmadı. Kaşıq olsun, Adday olsun, gözləntilərin altında qaldılar, istənilən effekti vermədilər. Yəqin ki, bir qədər risk etməkdə tərəddüd edirlər ki, yeni gələnlər artıq, belə deyim də, o səhvə yol vermək limiti sanki bitib. Artıq yeni gələn futbolçular mütləq komandaya kömək etməlidir ki, Qarabağ istədiyi hədəfə çata bilsin, yoxsa çətin olacaq. Ümumiyyətlə, Qarabağın yanaşması budur ki, minimum hədəf qrup mərhələlərinə düşməkdir. Yəni, bu fərq etmir, konferans liqası olsun. Amma hədəf olaraq təbii ki, Çempionlar Liqasına düşmək komandanı böyüdə bilər. Çünki Çempionlar Liqasından gələn gəlirlər, Çempionlar Liqasının səviyyəsi tam başqa bir səviyyədir. Biz 2017-ci ildə o hissləri yaşadıq, o anları gördük. Təbii ki, Çempionlar Liqasının qrup mərhələsinə, amma reallığı da nəzər almalıyıq ki, Qarabağın hansı çempionatdan getdiyini, hansı büdcə, bəzən 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində ən aşağı büdcəli komanda Qarabağ idi. Yəni, açığı mən tərəfdarı olaram ki, Avropa Liqasında daha uzun məsafəli yol qət edəcəksə Avropa Liqasında olsun. Amma Çempionlar Liqasının adı elə əzəmətlidir ki, adamın dili gəlmir ki, desin Çempionlar Liqası yox, Avropa Liqası. O baxımdan biraz, amma razıyam ki, daha uzun müddət komandanın Avrokuboklarda qalması, iştirak etməsi, daha çox oyun sayı əldə etməsi üçün Avropa Liqası daha rahat olar. Biz keçən il yox, ondan əvvəlki Braqa və Bayer Leverkusenlə oyunlar olan mövsümü nəzərdə tuturam. Bir qədər şanssızlıq olmasaydı, komanda hətta 4-1 yarımfinal mərhələsinə kimi gedə bilərdi.